Salam, hər vaxtınız xeyir olsun. Bugün mən bu videoda Biologiya OTK 20 sınaq test toplusundan 19-cu sınağın 22-ci sualının izahını vermək istəyirəm. Sualda deyilir ki, tərkibində 2 peptid rabitə əmələ gətirən amin turşusu qalıqlarının funksional qruplarının, yəni radikalsız kütlələri cəmi 6608 atom kütlə vahidi olan zülal sintezi olunmuşdur. İnsanda bu zülalın translyasiyasına sərf olunan vaxt ərzində ürək döyüntülərinin sayı neçə olar? Əvvəlcədən mən amin turşularını yazmışam. Biz bilirik ki, amin turşuları birinin karboksil qrupundakı OH-la digərinin amin qrupundakı hidrogen birləşir və bu zaman bir peptid rabitə əmələ gəlir. Sonra digərində də bu tərəfdə birinin karboksil qrupundakı OH-la digərinin hidrogeni birləşir və peptid rabitə əmələ gəlir və bu zaman bir molekul su ayrılır. Diqqət eləsək görərik ki, birinci amin turşusunda və sonuncu amin turşusu sadəcə olaraq bir peptid rabitə əmələ gətirir. Oradakı amin turşular isə özündən sonra və özündən əvvəl peptid rabitəsi əmələ gətirə bilər. Yəni 2 peptid rabitəsi əmələ gətirir. Mən əvvəlcə başlanğıc və sonun radikalsız kütlələri cəmini, yəni kütləsini hesablamaq istəyirəm. Bilirik ki, bir amin turşusunun radikalsız atom kütlə vahidi 74-ə bərabərdir. Diqqət eləsək görərik ki, birincinin karboksil qrupundan OH çıxır və OH-ın kütləsi 17-yə bərabərdir. 74-dən 17 çıxıram, qalır 57. Demək, birinci amin turşusunun radikalsız kütləsi 57 atom kütlə vahidinə bərabərdir. İndi sonuncuya diqqət eləyirik. Sonuncu özündən əvvələ amin qrupundan hidrogen birləşir. Özündən əvvəlkindən karboksil qrupundakı oksigenə birləşir. Və bu radikalsız kütləsi 74 idi. Sadəcə olaraq hidrogen çıxdığı üçün biri çıxırıq, qalır 73. Demək, başlanğıcın radikalsız kütləsi 57, sonuncunun radikalsız kütləsi 73-dür. Bəs tam ortada olanın radikal kütləsi neçəyə bərabərdir? Baxırıq. Demək, bu amin turşusudur. Baxırıq. Özündən əvvələ hidrogen birləşdirir. Özündən sonra isə OH verir. Demək, bu ikisinin kütləsi 18 atom kütlə vahidinə bərabərdir. Radikalsız kütlə 74 idi. 74-dən 18 çıxırıq. Doğru cavabımız olur 56. Bizə də məsələ şərtində deyir ki, 2 peptid rabitə əmələ gətirən, yəni bu tam ortadakı amin turşularının kütləsi verilir ki, radikalsız kütləsi 6608-ə bərabərdir. Mən onu 56-ya bölürəm ki, ortadakı amin turşularının sayını tapım. Bu 118-ə bərabər olur. Biri isə başlanğıc, biri son amin turşusu olduğu üçün 118-in üzərinə 2 gəlirəm. Tapırıq ki, burada 120 amin turşusu var. Translyasiya müddəti də biz bilirik ki, 5-də 1, 6-da 1 saniyəyə bərabərdir. 120-ni bir dəfə 5-də 1-ə vururam. Cavabımız olur 24 saniyə. Bir dəfə isə 120-ni 6-da 1-ə vururam. Burada isə cavabımız olur 20 saniyə. Demək, bizdən ürək döyüntülərinin sayını istəyir bu zaman ərzində. Amma şərt də var ki, 1 saniyəlik diskil şəraiti olsun. Elə ürək döyüntülərinin sayı 1 saniyəlik ürək diskili şəraitində elə bu saniyələrə bərabər olur. Yəni 20 və 24 saniyə, 20-24 ürək vurğusu deməkdir. Doğru cavabımız olur A variantı.